Verilmiş əlamətlər uyğun gələn ərazi üçün səciyyəvi olmayan xüsusiyyətləri müəyyən edək. Deməli, bu ərazi mülayim iqlim qurşağındadır, işıqlanma qurşağındadır. Yəni 23,5-dən 66,5 dərəcə coğrafi enlik arasında geosinkronda yerləşir. Qalxan hava kütlələri üstünü təşkil edir və okean sahilinə yaxındır. Gecə ilə gündüzün uzunluqları arasında fərq 18 saatdan çox ola bilər. Bu doğrudur. Madəm mülayim işıqlanma qurşağındadır və mülayim işıqlanma qurşağının şimal sərhəddi qütb dairəsidir. Qütb dairəsində 24 saat gündüz, 0 saat gecə ola bilər. Deməli, birinci şərt doğru fikir ifadə edildiyinə görə bizə lazım deyil və B, Y variantlarını eləmək olar. İl boyu yüksək təzyiq müşahidə edilir. Yüksək təzyiq müşahidə edilir demək, burada enən hava olduğunu ifadə edir. Amma burada qalxan hava dediyinə görə, bu yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. 2-nin verilmədiyi variantlarda silsəm, yalnızca D variantı qalır. 3-ə baxaq. Fiziki aşınma üstünlüyü təşkil edir. Qalxan hava olan yerdə rütubət də var, rütubət olan yerdə də fiziki aşınma olmaz. Deməli, 3-cü şərtdə yanlış fikir ifadə edildiyinə görə bizə lazımdır. Sürüşmə hadisəsi baş verə bilməz. Bu yanlış bir fikirdir. Əgər ərazidə bir dağlıq varsa, dağ varsa və geosinkronda yerləşir sözü bizə həmin yerdə zəlzələnin də baş vermə ehtimalını aşılayırsa, deməli orada sürüşmə də baş verə bilər. Deməli, 4-cü şərtdə yanlış fikir ifadələrinə görə bizə lazımdır. Deməli, D variantı doğrudur. Səpənlər radiasiya üstünlüyü təşkil edə bilər. Bəli, qalxan hava bulud əmələ gətirir, bulud da səpənlər radiasiya əmələ gətirir. 5-ci şərt doğrudur, götürmürük. Fəaliyyətdə olan vulkan rast gəlinməyə bilər. Geosinkronda yerləşmiş olması hər zaman orada fəaliyyətdə olan vulkanın olacağına dəlalət etmir. Deməli, 6-cı şərtdə doğru fikir ifadə edildiyinə görə bizə lazım deyil.